Dodağı çəkmək bu qədər asan olduğunu bilmirdin. Qabiliyyətə ehtiyac yoxdur. 8 yaşında uşaq da bunu çəkə bildi. Sadəcə götür qələmi də oxla. Bu arada rəsm dərsləri keçirəm və portret sifarişləri qəbul edirəm. Birinci orta xəttimizi qeyd edirik. Sonra üst dodağın xəttini və alt dodağın xəttini. Amma çalış elə ki, məsafə çox böyük olmasın. Dodaq yandan çəkəndə orta xətti biraz dəyişir. Yəni baxdığı tərəfə daha çox orta xəttini çəkirsən. Sonra bax bu cür, yəni sən hündürlüyü düzgün göstərmək üçün ortadakı xətti yerləşdirəndən sonra ona uyğun altdakı xəttləri qeyd edirsən. Və üst dodağın forması, mən indi bu şəkildə baxıb təkrar edirəm. Əslində insanların dodağın forması fərqli olur. Amma baxdığı tərəf həmişə daha yumru olur. Görsən bu hissəni daha yumru elədim sağ tərəfi, iki tərəfdən. Çünki o baxdığı tərəf avtomatik yumrulaşır. Yəni sən bütün portretlərə baxsan, görəcəksən ki, hər yerdə elədir. İstəsən bu formada da qeyd edə bilərsən. Sadəcə mən şəkilə baxıb onu qeyd elədim o formada. Sonra ortadakı xətti mən biraz tündləşdirirəm. Daha da möhkəm basıram. Çünki ora işıq düşmür. Və ondan sonra altdakı dodağı da biraz kontur verib başlayıram tonlamağa. Tonlamanı adi qələmlə möhkəm basmadan eləyirsən. Sadəcə bir tona salıb onu yayacaqsan. Bütün portret üz cizgilərində biz belə eləmişdik. Və bundan sonra başlayırsan tündləşdirməyə. Tündləşdirməyə dodaqda ən çox küncdə eləyirsən və baxdığı tərəfə baxırsan. Məsələn, baxdığı tərəf sağ tərəfdə deyə mən onun bəzi hissələrdə qabarıq formalarını daha da tündləşdirirəm. Məsələn, şəklində gördüyün kimi sol tərəfdə daha çox kölgəlidir, sağ tərəfə işıq vurur deyə sağ tərəfi mən biraz açıq saxlayıram. Amma dodağın qaydası odur ki, sən uclar tərəfində həmişə kölgə verməlisən ki, o həcmi göstərəsən deyə. O mütləqdir. Bunları qeyd edəndən sonra mən tünd qələmlə bir daha üstündən keçirəm. Və gördüyünüz kimi yanağın kölgəsini də qeyd eləmək istədim. Onu da siz də qeyd edə bilərsiniz. Və gördüyünüz kimi yanağın kölgəsini mən fırça ilə yayıram, amma siz barmağınla da yaya bilərsiniz. Başlayıram işığı qeyd eləməyə. İşığı mən sadəcə sadə qələmin arxasındakı balaca pozandan istifadə edib göstərirəm, amma mütləq şəkildə biz bu işıqların bəzi hissələrini söndürürük. Və işıqları qeyd elədinizsə, ondan sonra barmağınızın işıqlarının qırağında biraz ton verirsiniz. Mən tünd qələmlə bir daha ton verirəm. Yəni sizin əsas işiniz odur ki, get-gedə tünd hissələri daha da tündləşdirərsiniz, açıq hissələri isə açarsınız. Kölgəni məsələn çənəyin kölgəsində belə qeyd edə bilərsiniz. Üstdəki o burnun altındakı xətti mən bundan qabaqki videoda izah eləmişdim necə eləmək lazımdır. Onu da qeyd edib belə bitirə bilərsiniz. Canlı şəkildə alındı. Görürsünüz, o qədər də çətin deyil. Bundan sonra nə izah edeyim? Fikirlərinizi gözləyirəm və nəticələrinizi də göndərə bilərsiniz. Baxım necə alındı.